Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi ürəkdən salamlayıram. Axşam saat 11-dir, MTV kanalındayıq. Geriyə baxanda verilişinin çox dəyərli qonağı var. Əslində ilk dəfədir müsahibim olacaq bu verilişdə. Amma hər zaman tamaşalarına getmişəm. O qədər böyük sevgi ilə izləmişəm ki, adını söyləyəndə siz də onun nə dərəcədə gözəl aktyor olduğunu şahidi olacaqsınız. Çünki xüsusi əvəzolunmaz yeri var səhnədə. Respublikanın xalq artisti Kazım Abdullayev. Xoş gəldiniz, axşamınız xeyir olsun. Axşamınız xeyir, çox sağ olun. Çox şadam bugün sizi burada görməyimə. Çox sağ olun ki, təklifimi, dəvətimi qəbul edib gəldiniz. Bilirəm ki, bu saatlarda evdən çölə çıxmaq nə dərəcədə insanın sinirini, əsəbini oynadır, belə deyərdim. Əlbəttə. Mən heç bu vaxtlar demək olar ki, ya işdə oluram, teatrda oluram, ya da evdə oluram. Çünki bu vaxtlar bayra çıxmağın heç lazım da deyil. Çünki bu heç yana getmək olmur, heç yana tərpənmək olmur. Nə taksi çağıra bilirsən, nə avtobusa, heç nə. Ona görə də çalışsam bu vaxtlar ya evdə olam, ya da ki, işdə tamaşam olacaq, tamaşada oluram. Tıxacın elə bir zamanıdır ki, gəlmək də, getmək də böyük ürək tələb edir. Gedəndə yenə biraz yollar boşalır, amma gələndə çox sıxlıq çox müşahidə olunur. Mənim özüm elə bura gəlmək ki, saat yarım evdən tez çıxmışdım, yenə görürsünüz, gecikdim. Hansı tərəfdə yaşayırsınız, Sirdə isə? Mərkəzdə yaşayıram. Mərkəzdə, eləmi? Nə gözəl. Aktyorlar ən gözəl yerlərdə yaşamalıdırlar, ən gözəl həyatı yaşamalıdırlar. Çünki aktyorlar o qədər fədakardılar ki, həyatın ən gözəlliklərini görməlidirlər. Çünki bizim nə istirahətimiz var, nə bayramımız var. Çünki bayram olanda biz tamaşalar oynamalıyıq ki, cəmaət tamaşaçılar gəlib tamaşada istirahətlərini eləsinlər. Bizim bircə gün istirahətimiz var, o da qarşı-qarşı oluruq. Bəli. Ya hansısa televizora gedirik, ya dublyajda gedirik, ya çəkilişdə oluruq. Ona görə doğrudan da aktyor sənəti çox ağır, çox zəhmətsevər bir sənətdir. Düzey qırağına deyirlər ki, nə var orada? Sözü əzbərləyib çıxırsınız. O sözü əzbərləmək lazımdır. Çox çətindir. 57 ildir. Sizin istirahət gününüz həftənin birinci günüdür, bazar ertəsidir. Bəli. Hər halda, amma bütün insanlar üçün, digər insanlar üçün, digər sahənin insanları üçün belə deyərdim, həftənin bazar günü istirahət. Bütün dünyada olur. Biz bazar günü istirahət eləyə bilmərik də. Çünki bazar günü bizdə tamaşalar olur, hətta səhər, axşam tamaşalar olur ki, səhər məktəblər gəlib tamaşalara baxırlar, axşamdakı gənclərimiz, tamaşaçılarımız gəlirlər. Ona görə biz hər axşam teatrdayıq. Adi günlərdə də hər gün saat 11-dən saat 3-ə qədər, 4-ə qədər, hərdən görürsünüz 5-ə, 6-ya, 7-yə qədər teatrda oluruq. Çünki onu naha demirlər, teatr bizim demək olar ki, birinci emizdir. Bəli. İkinci də yox. Bəli, eyni ilə. Kazım müəllim, bu yaxınlarda doğum gününüz oldu, aprelin 6-sı. Təbrik edirəm. Çox sağ olun. Gec də olsa, Allah sizə sağlam və uzun ömür bəxş eləsin. Çox sağ olun, təşəkkür edirəm. Hər zaman teatr səhnəsində olasınız. Teatrı sizsiz düşünmürəm. O qədər, yəni sizin yeriniz, sizin o tamaşada obrazınız mükəmməldir ki, bəlkə bu haqda danışmaq mənim payıma düşməz. Siz elə dəyərli bir sənətkarsınız ki, sizə arzu edirəm ki, həyatın ən gözəl zirvəsində hər zaman olasınız. Necə keçirdiniz doğum gününüzü? Çox sağ olun. Yəni təmtəraqlı qeyd edənlərdənsinizmi, yoxsa üzülənlərdənsinizmi? Yox, nə üzülürəm, elə insanlara kədərlənir? Yox, üzülən deyiləm, təmtəraqlı da eləmədim. Əvvəla təşəkkür edirəm gözəl arzularınıza görə. Mən demək olar ki, bu dəfə 72 yaşımı mən ailəmizdə, bacım uşaqları, qardaşım uşaqları yığışdıq, hamımız bir yerdə oturduq. Dedik, güldük, danışdıq, yedik, içdik, çıxdıq, getdik. Mən bir də 60 illiyimi keçirtmişdim, bir də ki, hələ ki keçirtmirəm daha, deyirəm, bəsdir. Görək, gözə gəlirəm. Allah nəsib eləsin, 80 illik yubileyinizdə keçirdəsiniz inşallah. İnşallah görək də. Kazım o bizdən asılıdır. Bəli, Allahın yazdığı bir qədərdir. Yəni biz yalnız dua edə bilərik, diləyə bilərik Allahdan. Elə də. Kazım müəllim, mən sizi bir neçə həftə bundan öncə
çox hörmətli Kəmal müəllimin, Kəmal Abdullahın Sehirbazlar Dərəsi tamaşasında olan obrazınızı, yəni izlədiyim zaman görmüşəm ən sonuncu dəfə, belə deyərdim. Və Axarıncı dəfə. Axarıncı dəfə, bəli. Kazım müəllim, yəni çox mükəmməl idiniz obrazınızda, yəni bunu söyləyim sizə. Bilirsiniz ki, indi mənim yaşımın, yaradıcılığımın elə vaxtıdır ki, mən indi səhv buraxmaq ixtiyarım yoxdur. Mən də o görə çalışırdım. Kəmal Abdullahın bu Sehirbazlar Dərəsi çox ağır, çox ağır bir tamaşa idi. Bəli. Çünki obraz üzərində mən işləyəndə çox Kəmal müəllimlə söhbət elədim. Bəhram Osmanoğlu'la da danışırdım ki, bu nə tərlik, bu kimdir, bu nəçidir. Oradan romanı da oxudum, buna da baxdım. Sufi dərvişlərinin həyatından bəhs edir. Çox qəliz bir obrazdır mənim obrazımda. Ona görə də bilmirəm, vallahi. Onu tapdım da, o bir nöqtəsini tapdım və onunla da tamaşanı oynadık. Özü sözlər də çox çətindir. Çünki Kəmal müəllimin öz dəstək xətti var, öz dili var. Özü də həmişə gəlib deyirdi ki, ancaq nə yazılıb, elə də danışın. Sözləri dəyişməyin, eləmin. Kəmal müəllim, mən deyirəm ki, Kəmal müəllimi dünya tanıyır bizdən başqa. Çünki onun yəni haqqında elə insanlar, dünyanın ən məşhur, ən tanınmış insanları, mütəxəssisləri elə fikirlər səsləndiriblər ki, yəni hamı tanıyır bizdən başqa. Mən bunu belə deyərdim. Yox, gərək bizdə tanısınlar da. Həmən çalışırıq tamaşalarla bizim bu gözəl yazıçılarımızı, dramaturqlarımızı tamaşaçılara tanıtdıraq. Çünki gəlib tamaşaya baxan olsa, mən inanıram ki, o tamaşaçılar gedib həmən romanı axtarıb tapacaqlar və oxuyacaqlar. Çünki bir var romanı oxuyursan, bir də var ki, piyesdir. Piyesdəki İxtisar olunmuş formada. İxtisar olunmuş, yəni ki, yığcam şəkilidir də bunun. Geniş şəklini əlbəttə ki, gəlir romanı oxuyandan sonra biləsən ki, nədir. Kazım müəllim, əslində saqqal saxlamağınız tamaşa ilə mi bağlıdır, yoxsa? Elə o tamaşa ilə də bağlıdır. Sehirbazlar Dərəsini görmüşdük ki, mən saqqaldayam orada tamaşada. Mən teatrda demək olar ki, 3-4 belə obrazım var ki, onda saqqallandır. Ona görə də bir-birinə mane olmurlar deyə saxlamışam. Orada Sehirbazlar Dərəsində yerdə oturanda uzun müddət belə tərpənmədən bir yerdə dayanırsınız. Yəni, necə hövsələniz çatır? Yox, hövsələ məsələsi deyil. İşimizdir də. Çünki əgər mən həmən obrazın içərisindəyəmsə, mən həmən obrazdan çıxış edirəm. Mən orada Kazım olmur, orada İbrahim xanımdır. İbrahim ağa idi orada. İbrahim xan dedim, bu Qarabağ namı yadıma düşdü. Ancaq burada İbrahim ağa idi o yerdə oturanda, bütün o, bilirsiniz ki, çətindir yerdə oturmaq, özdəki bu yaşımda biraz lap çətindir. Amma hiss olunmadan gəlib keçirdi, hamısı vaxtı gəlib keçirdi. Bunu da işimi görürüm. Birinci sənət qurban tələb edir. Qurbanıq da biz vermişik özümüzü incə sənətə. Özdə teatr sənəti doğrudan çətin sənətdir. Çünki əgər mən bu sözü bir-iki dəfə demişəm, yəni də demək istəyirəm ki, əgər iki yaradan varsa dünyada, biri Allahdır, biri də aktyorlar da yeni bir insan yaradırlar. Düzdür, öz bədənində, öz qolu ilə, öz başı ilə, öz ürəyi ilə, amma başqa xasiyyətli, başqa temperamentli, başqa yerişi, danışığı olan bir insan yaradılır. Bu da çox çətindir. Hazırda neçə tamaşada rol alırsınız? Hazırda mən teatrda iştək aktyorlardan biriyəm. Ayda hardasa bir 8-10 tamaşada oynayıram mən. Bir ayda. Əlbəttə, mənim üçün çoxdur, amma indi gücünüz yetir. Gücünüz yetir. Çox formadasınız amma Kazım müəllim. Çalışırıq da, Necə saxlayırsınız özünüzü formada? Çox yeriyirəm. Çox yeriyirəm. Çünki ona görə deyirəm də, mən avtobusdur, maşındır, xoşlamıram həmişə. Evdən işə də ayaqla gedirəm, işdən evə də ayaqla gəlirəm. Çalışıram, bulvarda çıxım, biraz gəzim, çünki bulvara yaxındır mənim evim. Hər gün tamamlayırsınız o addımları? Hər gün çalışıram ki, bir 10 min addım atımdır. 10 min, hə? Hərdən alınır, hərdən alınmır, amma çalışıram da, gəldi çalışıram, heç olmazsa.
Düz axır vaxtda biraz kökəlmişəm, o da artıq yəqin ki, yaşla əlaqədardır. Valla heç hiss olunmur kökəlməyinizdə, o qədər formadasınız ki, əslində tamaşada daha çox yaşlı insanlar obrazını canlandırdığınız üçün, yəni... Vaxtı da 72 yaşım var, bundan sonra cavan rollar oynamayacağım ki. Amma həyatda belə deyilsiniz, ha? Həyatda yəni sizə çox az yaş vermək olar. Bilmək olmaz, bilmirəm valla, zaldan siz baxmısınız mənə səhnədə. Mən özümü səhnədə görmürəm. Ekran başqa şeydir, teatr başqa şeydir. Çünki oradan özümüzü görmürük. Əgər bizim mən dublör deyirlər bizdə, ikinci bir mənlə eyni rol oynayan adam varsa, o məşq eləyəndə mən baxıram, onda bilirəm ki, hansılar düzgündür hərəkətlər, hansı səhvdir. Belə, bilmirəm. Özünüzə kənardan tamaşaçı gözü ilə baxmırsınız. Bəs necə özünüzü, ümumiyyətlə hər bir insan özünə kənardan baxmağı bacarmalıdır da. Bizdə rejissor var da, rejissor baxır. Amma həyatda da insan... Həyatda başqa şey deyil, səhnə başqa şey deyil. Bəli, bu yaxınlarda... Səhnədə, başlayın, sözü kəsirəm, səhnədə, ümumiyyətlə kinoda, incəsənətdə əsas rejissordur. Kinonun anası da, atası da rejissordur. Teatrda da elə, rejissordur. Rejissor olmayandan sonra çıx oyuna gəlmədi. Heç nə eləmək olmaz axı. Gərək o tamaşanı bilir, o bütün obrazları bilir və onun öz fikirləri var və o fikirləri bizə araşdırır, bizə deyir və biz də çalışırıq həmin o fikirləri həyata keçirdək. Bəli. Biz, həm də belə. Bu yaxınlarda türk bir psixoloqun video çarxını izlədim, tamaşaçılarla bağlı. Yəni, tamaşaçılara söylüyordu əslində. Dedi ki, hər bir insan özünə aynada baxmağı, özü ilə aynada danışmağı bacarmalıdır. Zaman gəlirsə, yeri gəlirsə özünü əzizləməyi, tənqid etməyi, həm də ki, iradını bildirməyi bacarmalıdır. Çünki insan özü-özünə, yəni ərk etdiyi qədər kənardakı bəlkə onu ərk edə bilməz. Bəlkə insanın özünün özünə etirafları etdiyi halda, yəni o dərəcədə kənardakı insan bəlkə o sözlər ona deməyə cürət etməz. Ayna ilə danışmağınız olurmu? Yəni danışdığınız zaman ən çox özünüzə irad mı tutursunuz, tərif mi yağdırırsınız? Yox, ayna ilə söhbətim olmur, amma özümlə söhbətim əlbəttə ki, içəridə olur. Çünki mən indi biraz da son vaxtlar tək yaşıram deyə, ona görə öz-özümlə daha çox danışıram. Əlbəttə götürüb qoyulursam, bütün günün nətər gəldi, keçdi, filan iş eləmək lazım, elə bildimmi, çatdırdım və yaxud düzgünmü elədim, filan kəslə söhbət elədim, onunla düzgünmü rəftar elədim. Əlbəttə, beyin işləyir də, beyin işləməsə demək ki, yaşamırsan. Beyin işləyir hər dəfə. Əvvəllər deyirlər ki, aktyorlar güzgüyə baxıb məşq edirlər, gəlirlər, sonra oynarlar. İndi elə şeylər yoxdur. Çünki o keçmişdə qaldığında boğazdan yuxarı idi, qışqıra-qışqıra danışırlar. İndi əgər ürəyi işlətməsən, beyni işlətməsən, tamaşaçı tamaşaya baxmayacaq. Çünki indi həmən dövr deyil. Bəli. Əvvəllər 5 pərdəli tamaşalar olurdu. Hər pərdə bağlandı, dekorasiya dəyişirdi, cəmaat oturub gözləyirdi. İndi saat yarımdan 1 saat 40 dəqiqədən artıq tamaşa oynayanda tamaşaçı artıq darıxır və çıxıb getmək istəyir, qalmaq istəmir. Çünki indi kosmos dövrüdür, internet dövrüdür. Hamısı özü indi tamaşaçını aldatmaq olmur. O həqiqi hisslər istəyir, həqiqi temperament istəyir ki, görsün səhnədə də. Və əgər onu tamaşaçıya verə biliriksə, onda tamaşaçı oturub axırı qədər tamaşaya baxacaq. Bizim son tamaşamız, son deyəndə ki, son deyil, son tamaşa müfəttiş idi. Ondan qabaq İblis tamaşası qoymuşduq. Mehriban xanım qoymuşdu, çox gözəldir tamaşa. Artıq mən 20-30-a yaxın tamaşa oynamışam, hamısı da anşlaqla. Zalda yer olmur, bilet tapılmır. Deməli, tamaşaçının istəyini tutmuşuq ki, tamaşaçı gəlib o tamaşaya baxır. Düzdür, bir saat yarım gedir. Saat yarımdır, sakitcə otururlar, hamısı diqqətlə qulaq asırlar. Fasiləsiz olur saat yarım olanda. Fasiləsiz. İndi son vaxtlar çalışırlar elə fasiləsiz olsun, çünki deyirəm də insanların hövsələsi yoxdur, çox 15 dəqiqə də gözləyə bilmir insanlar. Yox, ancaq bizdə var tamaşa, niyə ki, əsrə bərabər gün var, 4 saat gedir. Tamaşaçı orada fasilədə də oturub gözləyir, baxın tamaşanı. Neçə ildir tək yaşayırsınız? Artıq 7 ildir də keçib, 8-ə keçib.
Bəs təklik darıxdırmırmı sizi? Yox, artıq öyrənmişəm. 10 il elə o xəstə olanda da mən olsa təklimdə. Neysə. Evdə köməkçiniz varmı? Ev işlərini kim görür? Yox, bir xanım var, gəlib görüb gedir. Həftədə 2 dəfə, 3 dəfə gəlib götürürlər. Düz oğlum da şəhərdədir. Öz ailəsi var, öz ailəsində də. Ona görə qızım da düzdür Türkiyədə yaşayır. Orada ailə həyatı qurub orada yaşayır. Mən heç evdə oluram ki, səhər çıxıram, teatra axşam gəlirəm yatmağa ancaq. Mən bütün günü teatrdayım ya da dublajdayım ya da başqa bir yerdə işləyirəm. Maraqlıdır ki, bəs övladlarınız deyirmi, məsələn, ya sizlə birlikdə yaşasınlar, ya sizi dəvət eləsinlər? Məsələn, oğlunuz İstəmirəm, oturmuşam sakitdə. Amma mən bir söz deyim sizə, adam təkliyi öyrəşəndən sonra səs götürmür. Adicə uşağın səsini götürmək olmur. Yəni ki, çox qəribədir. Huzura öyrəşən adamlar... Bir pişiyim var, onun qalır. Pişiyiniz var, hə? Aktyorların həyatı çox qeyri-adi olur deyirlər. Qeyri-adilik nə var? Qeyri-adilik odur ki, mən bilmədim uşaqlar nə vaxt böyüdülər. Çünki mən Sumqayıtda işləyirdim, Bakıda yaşayırdım. Gündə səhər yedim Sumqayıta, gün orta gəlirdim kinostudiyaya bura, dublerə. Sonra tezdən qayıdırdım Sumqayıta, tamaşamı oynayırdım, gecə gəlirdim evə yatırdım, səhər durdım, yenə həmən şey. Ona görə də bir də gördüm uşaqlar böyüyürlər, institutda oxuyurlar və dedim daha bəsdir, Bakıya gəlmək lazımdır. 96-cı ildə mən Sumqayıtdan çıxdım, gəldim Bakı Bələdiyyə Teatrına. Və sonradan 2 ildə işsiz qaldınız. Hə, 2 il işsiz qalmadım, işləyirdim, düzdür, vacib almırdım. İşləyirdim, teatrda, dramada işləyirdim, tamaşalarda da oynayırdım. Sonra talep elə gətirdi ki, mən düşdüm ora, ştata. Mən artıq bir 20 ilə yaxındır ki, oradayım, işləyirəm. Heç mi üst çevirib bu sahədən getmək istəmədiniz bu çətin dönəmdə? Məsələn, 2 il ərzində məvacibsiz çalışmaq, indikilərə məvacibsiz çalış desən, edərlərmi? Əsla etməzlər. Yox, indikilərin bəxti gətirib ki, instruktoran kimi gəlib hamısı dramada işləyirlər. Mən buraya gəlmək üçün mən 30 ildən sonra gəldim buraya. Çünki instruktordım, 20 il Sumqayıtda işlədim, 10 il bələdiyyədə işlədim. Sonra gəldim, əməkdar artist olandan sonra gəldim buraya işləməyə. O da biraz çətinliklə alındı. Yəni, çox sağ olsun, kollektiv məni qəbul elədi. Çünki hər adamı Akademiya Milli Dram Teatrın kollektivi qəbul eləmir. Bəli. Tək kollektiv yox, teatrın özü qəbul eləmir. O atmosfer qəbul eləmir. Nə qədər bizdə indi də var ki, 15 ildir, 20 ildir işləyənlər var, onlar hələ belə gəlib gedirlər. Mənim bilmirəm, xasiyyətimdəndir ya, nədən, münasibətimdəndir. Mən aktyorlarla harada olsam, yaxşı münasibətdə oluram. Teatrda da yaxşı münasibətdə olmuşam. Çəkiliş meydançasında da çalışmışam, münasibətdə olum. Dublajda da görüşürdük, hamımız bir yerdə yazırdıq. Biz sizi heç bir qalmaqalda görmədik, heç eşitmədik. Kiməsə, yəni zaman-zaman orada alovlanan qalmaqallar olur. Amma sizin heç adınızı mən hallanan eşitmədim. Bəlkə yəni hamı ilə yola getmişsiniz ona görə. Yox, o da biz alınır. Elə bir ki, mənim nəsə bir xasiyyətim belədir ki, hamına yola gedirəm. Mən axı, niyə mən kimi nəsə qalmaqal salmalıyım? Bəli. Mən gəlmişəm işə, işimi görüb çıxıb gedirəm başqa işlərlə məşğul olmağa. Bir də axı biz səhnəyə çıxırıq, səhnədə çıxanda o qalmaqallı aktyorlar əgər bir-birlərlə danışmırlarsa, bir-birlərlə nəsə münasibətləri yoxdursa, o səhnədə onlar hər şey görünür o dəqiqə. Ona görə də mən həmişə çalışmışam ki, tərəf müqabilimlə, ümumiyyətlə teatrda işləyən insanlarla yaxşı münasibətdə olun. Nəyi bölüşə bilmirik? Mən onun rolü oynayan deyiləm, o mənim rolümü oynayan deyiləm. O mənim yerimə gedib səsləndirə bilməyəcəyim, mən onun yerinə gedib səsləndirə bilməyəcəyim. Niyə axı qırmalıyıq bir-birimizi? Mən elə indinin özündə də mən çox təəssüf edirəm. Aktyorlar gərək əlbəttə bir yerdə olsunlar. Amma
rejissorsuz da teatr yoxdur, rejissorsuz da aktyor yoxdur, rejissorsuz tamaşa yoxdur. Bunlar da bir fikirləşmək lazımdır. Qrim otağınızı kiminlə bölüşürsünüz aktyorlardan? Qrim otağımda indi mən Elxan Quliyevdir, bir də Cəfər Nami Kəmalla bir yerdəyəm. Bəli. Əvvəl başqa otaqdaydım, Sabir Məmmədoğlu bir yerdəydik, onda əməkdardıq deyə ikimiz də oradaydı. Sonra xalq artisalının sonra otaqlarımızı dəyişdilər. 4-cü mərtəbədəsiniz, 1-ci mərtəbədəsiniz? 1-ci mərtəbədəyəm, ona görə biraz belədir. Tədbirdən sonra tamaşaçıların bir kontaktı olur da, yəni aktyorlarla. Olur, son vaxtlar olur. Məsələn, nəyi deyirlər? Tamaşaçılar nəyi? Əvvəllər o qədər də olmurdu, amma indi tamaşadan sonra biz teatrdan çıxanda görür qapının ardında dayanıb gözləyirlər. Şəkil çəkdirmək istəyirlər, öz minnətdarlıqlarını bildirirlər, istəklərini bildirirlər. Tamaşası da əlbəttə bizə çox xoş gəlir, xoşdur. Çünki mənim işimə demək kimsə qiymət verir, kimsə qəbul eləyir, əl çalırlar. Bizim qazandığımız budur. Bundan başqa heç də qazanmırıq. Vallahi alqış. Bəs yolda tanıyırlarmı sizi? Əlbəttə tanıyırlar artıq. Mən çox çəkilmişəm, həm seriallarda çox çəkilmişəm, filmlərdə çox çəkilmişəm. Elə Sovet dövründən, hələ ilk başlayan seriallardan Yanmış Körpülər vardı, sonra Ünvansız Qız vardı. Bunlar 90-cı ildə çəkilmiş seriallar idi. Elə o vaxtdan mən çəkirəm. Elə Sovet vaxtında da tamaşalar vardı televiziyada, radioda tamaşalar yazırdıq. Mən əlbəttə ki, daha çox iş görə bilərdim. Əgər Bakıda işləsəydim, biraz Sumqayıt, biraz mərkəzdən uzaqdı deyə. Ona görə də o qədər də çox iş görə bilmədim. Məsələn, nə eləyərdiniz? Kinostudiyada kino daha çox çəkilə bilərdim. Hə, özünüz orada daha çox görərdiniz. Özüm orada daha çox düzdür, çəkildim ancaq azdı da. Çünki rejissorlar Sumqayıtda yab aktyor axtarmırdılar. Amma Akademi Milli Dram Teatrına, Gənc Tamaşaçılar Teatrına gedirlər, oradan aktyorları seçirlər, götürürlər. Mən əgər bu qədər çəkilmişəmsə, bu da yəni mənim zəhmətimin bəhrəsidir. Gəlirdim, gedirdim, əziyyət çəkirdim, gün ortalar gəlirdim bura, axşam tezdən qayıdırdım Sumqayıta. Buna görə məni heç olmasa tanıyırdılar burada da. Neçə ay məvacibsiz çalışdınız? Neçə ay? Bəlkə neçə il? İl. Neçə il? 2 il. 2 il. Məvacib mən Azərbaycan televiziyasından alırdım da, dubləjdən. Dubləj eləyirdim, oradan alırdım məvacib, yaxşı məvacib alırdım. Görün aktyorlar nə qədər çətin yollar keçiblər bu günə gəlib çatmaq üçün. Bilmirəm, hamıda olub yoxsa yox, amma sizin çox maraqlı və eyni zamanda da qeyri-adi, qəribə bir həyatınız olub. Elə insanlar var ki, onlar çətinlik görmədən, yəni o çox nadir hallarda olur ki, çətinlik görmədən gəlib hazıra nazir olsunlar. Bəxt, valla. Bizim sənətdə əlbəttə ki, bəxt böyük rol oynayır. Əgər bəxtin varsa, hər şey də olacaq. Əgər özündə istedad da varsa, bəxt üstünə gələndə lap yaxşı olur. Amma bəxt hər yerdə rol oynayır, nəinki sizin sahədə. Maraqlıdır Kazım müəllim, məsələn, tamaşadan öncə və yaxud da ki, sonra və yaxud da ki, elə tamaşa zamanı başınıza gələn maraqlı hansı hadisə olubdur? Heç yerdə danışmamısınız, ola bilər? Biraz çətin sualdır, çünki mən elə məsuliyyətli adamım ki, mən tamaşaya 1 saat qalmış, 2 saat qalmış mən teatra gəlirəm. Oynayacağım tamaşanın tekstini, yəni qoyuram qabağıma. Gəlib uşaqlar da keçirlər. Neyinirsən, 50 dəfə oynamışsın, tamam edirəm, ona görə deyir o. Mən artıq paltarımı geyinib, o teksti qabağımı qoyanda artıq mən həmən obrazın içərisinə girmək istəyirəm, həmən obrazdan yaşamaq istəyirəm deyə. Mən bunu oxuyuram bütün teksti, əvvəldən axıra qədər hamısını. Yadıma salıram mizanlarımı, yadıma salıram intonasiyalarımı, kimlə nətər danışmalıyam, kimlə necə münasibət bəsləməliyəm və bu da mənə çox kömək edir. Yanlış rolü oynamağa qoymur. Həyəcanlanırsınızmı? Həyəcan həmişə var. Məsələn, necə yenirsiniz o həyəcanı? Həyəcan başlanğıcda olur. İlk 5 dəqiqədə. Bir 5 dəqiqə. Tamaşaçı ki, görür ki, sən artıq tamaşasını ələ aldın, ondan sonra hamısı
gedir öz yoluna. İlk tamaşalar, premyeralar əlbəttə ki, həyəcansız keçmir. Çünki ilk dəfədir səhnəyə çıxırsam, təzə obrazdan, təzə tamaşa ilə necə qəbul edəcək tamaşaçı, necə yazanlar qəbul edəcəklər, jurnalistlər necə nə deyəcəklər və yaxud ətrafında kolleqaların nə deyəcək bu barədə. Bunlar da var da, bu söhbətlər də var. Ona görə mütləq həyəcanlanmalı, mütləq deyəndə ki, hər adamda olur da bir balaca əvvəldə. Cavan yaşlarımda həyəcan daha çox oldu. İndi bir balaca, həm də səhnədən də çox şey asılıdır. Mən birinci dəfə Akademiya Milli Dram Teatrının səhnəsinə çıxanda ayaqlarım əsirdi. Oranın aurası başqadır, orada kimlər işləyib, kimlər tamaşalar oynayıblar. Gəlib baxıram, mən bu barədə bir balaca məsuliyyətdəyəm, ona görə də çox həyəcan keçirdim təzə Akademiya Milli Dram Teatrına gələndə. Kazım müəllim, bax, mən də tədbirlərdən öncə həyəcanlanıram. Bir neçə gün öncə bir dənə tədbirə aparırdım, həyəcan keçirdim. Yəni, bu tədbirlər hamısı, balaca da olsa, məsələn, ola bilər ki, məsəl üçün deyirəm, 10 nəfərlik bir zal olsun, 100 nəfərlik, 1000 nəfərlik, fərq etməz, o həyəcanı yaşayıram. Və çox maraqlıdır ki, dedim, biraz həyəcan keçirdirəm, mənimlə birlikdə çalışan bir xanım var, tədbirlərə bərabər gedirik onunla. Dedim ki, mən biraz həyəcanlıyam, o da mənə baxdı belə, dedi, nə həyəcan, illərin aparıcısına nə həyəcan. Mən başladım gülməyə, özümü də qınadım, dedim, yəni ayda bu qədər səhnəyə çıxırsan, amma yenə də o həyəcanı yaşayırsan. Siz bir peşəkar insan olaraq, yəni necə deyim sizə? Bu məsuliyyətdən asılır. Siz hər şeyin məsuliyyət hiss edirsiniz deyə ona görə də həyəcanlanırsınız. Mən necə deyə bilərəm ki, həyəcan olmasa? Məsuliyyət hiss eləməyəndə çıxıb danışırsınız. Əgər sən məsuliyyət hiss edirsənsə, o həyəcan olmalıdır. Özü keçib gedəcək daraq. Bir də siz o, məsələn, səhnələrdə deyiləcək sözlər var, onları necə yadınızda saxlayırsınız? Bu məşq prosesidir. Bizdə əvvəlcə stol arxası oxunuşlar oldu. Orada artıq obrazın hər tərəfli tapırıq. İndi obraz belə götürəndə obraz elə bir ki, skeletdir. Ona biz yavaş-yavaş qan qoyuruq, ətini, sümünü düzəldirik. İnsan yaradırıq da orada. Ona görə də bir də tərəf müqabilləri var. O danışanda onu qulaq asırsan ki, nə deyir, nə demir. Belə yavaş-yavaş keçir. Sonra səhnəyə çıxanda artıq o mizanla bilirsən ki, bura gələndə bu söz deməlisən, bura gələndə bunu deməlisən. Hərdən biz də çaşmırıq. Amma o hadisəni, o situasiyanı bildiyimizə görə o sözlər olmur, başqa sözdən onun üstündən keçirik və ətrafımızda tərəf müqabilimiz də bunu qəbul edir və tamaşanı davam edirik. Köynəyiniz, geyiminiz çox səliqəlidir. Deyirlər ki, əslində bir xanımın necə həyat yoldaşının olmağını, onun bir xanımın gözlərindən, bir bəyin isə köynəyindən bilmək olar. Geyiminiz çox səliqəlidir, köynəyiniz çox səliqəlidir. Yəni, maraqlıdır, yəni o proses necə gedir? Geyimlərinizə kim baxır, necə seçirsiniz, hardan alırsınız? Mənim içərimi açmaq istəyirəm. Kazım müəllim, tanıyım da sizi, nə olar? İndi bura gələndə qızım buradadır, yanımdadır, gəlib. O məni geyindirdi, dedi ki, yaxşı, get, beləsi yaxşı olur. Beləncə, mən özüm də səliqəni xoşlayan adamam. Düzdür, kostyum sevmirəm geyinməyəm, idman formasında oluram. İdman deyil, cins şalvarda, krasovkada, kurtkada geyirəm də. Mən kostyum ancaq belə də çəkilişlər olanda geyinirəm, belə çox xoşlamıram. Sport sevirsiniz? Hə, sport sevirəm mən. Bəlkə də elə ona görə mənə ki, cavan deyirəm, ancaq sportu geyinirəm deyə bir balaca insanı cavanlaşdırır da. Ruhunuzun yaşı neçədir, yeri gəlmişkən? Hardasa 40-45 arası. Aha, bəli. Hə. Və indi də evdə bayaları dedim, yoxsa söhbət əsnasında dedim ki, bir xanım var, əlbəttə gəlib evləri yığışdırır, yeməyimi hazırlayır, paltarları yuyur, tüləyir.
Həyatla O da çalışır mübarizə ki, bütün paltarları mən yerində hamısı səliqəli olsun. hər şey səliqəli olsun. Ümumiyyətlə taleyə boyun əyən adamsınızmı, yoxsa mübarizə aparan? Yox, boyun əyirəm, taleydən. Mən heç kəslə mübarizə aparmamışam deyə qədər. Nə, gəlin açıq danışıram, mən indiyə qədər düzdür. Mən əməkdar artist 59 yaşında, 49 yaşında almışam, hamıdan keç. Çünki 38, 39, 40 yaşında xalq artisti alırlar cəmaət. Mən elə 49 yaşında əməkdar almışam. Heç bir vaxt heç kəsə ağız açmamışam ki, mənə nəsə bir fəxri ad verin. Deyirəm, mən gəlirəm, işləyirəm, məvacımı alıram. Mən niyə qeybdim? Əgər indi mən görünərəmsə, lazım olarsa, özləri təqdim edəcəklər, özləri verəcəklər. Nə əməkdarda mən kiməsə ağız açmışam, nə xalq artistində kiməsə ağız açmışam, heç bir vaxt ağız açmamışam. Çox sağ olsunlar, indi gördülər məndə bu potensiyanı, gördülər potensialı. Təqdim elədilər, verdilər. Çox sağ olsun. Mən əlbəttə bu barədə birinci əməkdar aldığıma görə Malik xanıma, Malik Pənahovaya minnətdaram. Çünki mən əməkdarı bələdiyyə teatrında almışam. Bəlkə ona görə küsülü getdi sizdən, bəlkə daha çox ərk eləyib. O başqa söhbətdir. Bilirəm, işdən oradan uzaqlaşdığınız üçün inciklik olub. Ömrün axırına qədər mənə danışmadı. Xalq artistindəki Azər müəllim Azərpaşa Neymətov, Allah ona qən-qən rəhmət eləsin, elə Malik xanımı da ona da. Xalq artistinin almağında da onun çox böyük əməyi oldu. Çünki çalışırdı ki, mən öz layiq olduğum qiymətimi alım. Mən hər ikisinin, Allah onlara rəhmət eləsin, ruhları şad olsun. Mən onları yaddan çıxartmaram, onların bu yaxşılıqlarını. Belə işləmişəm də, mən də özdə işləmişəm. Sumqayıtda bir 20 il orada işlədim, 10 il bələdiyyədə işləmişəm, 20 ildir burada işləyirəm. Mənim Akademiya Milli Dram Teatrına gələndə mənim üzərimə o qədər rollar düşdü ki, çünki elə bir vaxtı gəlib çıxdım ki, Əlabbas müəllim rəhməti getdi, onun bütün obrazlarını mənə verdilər. Sonra Kamal müəllimin boğazı tutuldu, səsi çıxmadı, onun bütün rollarını mənə verdilər. Və ondan başqa da İsrafil Safiron vaxtında ildə 10 dənə, 12 dənə tamaşa hazırlanırdı. Onların hardasa bir 5-ində, 6-sında mən olurdum deyə. İşim çox idi. Ondan əlavə də bilirsiniz ki, mən neçə seriallara çəkilmişəm, filmlərə çəkilmişəm. Mən xaricdə də çəkilmişəm, özümüzkilərdə də çəkilmişəm. Mən 3 dənə Rus serialına çəkilmişəm, 2 Alman filmində çəkilmişəm. İndi bu yaxınlarda bir Hind filminə çəkildim, Hindistanlıların filminə çəkildim. Bu da yaxşı obrazlı, yaxşı rol idi. Nə gözəl, özləri çəkirdi Hindistanlılar. Bəli. Qanorar verdilər də yəqin ki sizə. Verdilər, əlbəttə ki, verdilər. Qanararsız şey olmur. Düzdəyə bizdə olur qanararsız, ancaq onlarda olmur elə şey. Bəli. Çox da razı qalmışdılar. Dedilər ki, gələndə yenə görüşəcəyik. Görə indi. Hind filmində Azərbaycan obrazını canlandırırdınız, yoxsa? Bəli, Azərbaycanlı obrazı idi. Bir restoran müdürü idi. Yaxşı, mənfi obrazdır. Filmdə oynayarkən dəvət edirlərmi ki, orada yaşamaq üçün, çalışmaq üçün? Çünki siz Mənim çox yaşımda fakturalı hara bir getməliyəm? Mənə çox dedilər, çox tərəflədilər. Əgər Hindistanda olsaydın, bir nömrəli mən milyonerlərdən biri idin. Və yaxud İranlılarla işləyəndə onlar da İranda olsaydın, sən bir nömrəli milyonerdin. Bu səsindən bütün filmləri dublaj eləyərdin. Çünki orada qiymət verirlər, səsə də qiymət verirlər. Obrazı oynamağa da qiymət verilir. Dedim, niyə biz də Azərbaycanda yaşayırıq. Bizim burada adamın dili də gəlmir deməyə. O boyda dublaj eləyirsən bir seriyanı. 3 saat yarımlıq filmi dublaj eləyirsən 20 manat pul verilir. Dəhşət. Ona görə də mən artıq getmirəm. Çalışıram, getmirəm. Çünki bu təhqirdir, yaxşı. Allah təhqir. Dublaj özü çox çətin sənətdir. Həm baxmalısan, həm oxumalısan, həm eşitməlisən, həm danışmalısan. Bunların hamısını eyni vaxt eləməlisən ki, sonra da dillər ki, bilmirlər, niyə belə sinxron yazmırlar, onu yazmırlar. Deyirəm, sinxron yazar da, sinxron da yazar. Lazımdır, onun hisslərini də göstərər, hər şeyi də eləyərlər. Bu yazdığım vaxt yoxdur, o çalışır ki, heç gündə 4-5 dənə film dublaj eləsin ki, heç 5-10 manat pul qazansın da.
Ver ona ağıllı başlı pul, otursun orada yazsın. Hər şey ki, Nəsə. dublyajdan çox şey asılıdır. Çünki o filmin canlandırılması dublyajdan asılıdır. Əlbəttə, Obrazı O canlandırmaq. filmə baxmaq, əgər istəyirsənsə, cəmaət əgər baxmaq istəyirsə, baxacaqsa, gərək yaxşı dublyaj olunsun ki, Bəli. baxılsın da. Dublyaj olmayanda çevirlər, bu saat 1000 dənə kanal var, 2000 dənə kanal var, başqa kanal çevirib baxırlar. Televiziyaların özləri bunda maraqlı olmalıdır, amma nəsə bilmirəm. Hansı dildən dublyaj eləyirsiniz? Daha bütün dillərdən, ingilisdir, Türk seriallarını yoxsa? İngilisdir, rusdur, türkdür, İrandır. Hə, filmlər falan. Əslində mən sizi qınamıram. Məsələn, bizdə də tədbirə dəvət eləyirlər də. Çalışırlar ki, tədbirə dəvət eləyəndə ödənişsiz dəvət eləsinlər. Adam yəni ona başa Bizim sala bilmir ki, xəstəlikdir o. evdən çıxmaq özü artıq xərcdir. Mən- Sənin geyimin var, salonun var, avtomobillə getməyin var. Yəni bilirsiniz necə məsələn elə tədbir var ki, 5 saat, 6 saat davam eləyir. O 5 saat, 6 saat, yəni o insanlar elə bilir ki, sən bunu pulsuz həyata keçirməlisən. Amma olmur axı. Yəni ona görə adam, mən də bəzən çalışıram ki, məsələn, elə tədbirlərə getməyim. Mən sonuncu dəfə dublyajda niyə görə getmək istəmədim daha. Çünki gəldim bir televiziyadan birində Hind filmi idi, dublyaj olunurdu. Baş rollardan birini mən yazırdım. Bu Hind filmləri birisi də 3 saatdan çox gedir. Bəli. Ondan əlavə də 3-4 dənə başqa rollar yazırdım. Gəldim, axırda mən vacib alma gördüm, 20 manat pul yazılır. Ay Allah. Deyirəm, bu nədir? Hə. Deyirəm, bizdə belədir, 20 manatdır. Dedim, mən 3 saat yarım vaxtım burada keçirmişəm. 3 saat yarım filmin özüdür, hələ bunun yazılmağı 5-6 saat çəkir. 5-6 saat mən burada. Gələndə taksidən minib gəlmişəm bura. Gedəndə taksiyə minib gedəcəm. Belə ancaq elə taksiyə mən işləyirəm burada. Bəli, doğru valla. Ona görə çox sağ olun da bundan sonra məni çağırın, getmədim də. Haqlısınız, yerdən göyə qədər. Yəni mən də artıq bəzi məsələlər var ki, onu qərar vermişəm ki, yəni olmaz. Yox, mən bu indi cavan dərəcədə. deyiləm ki, bu televiziyadan çıxıb obrusuna qaçım. Bundan Bəli. çıxıb obrusuna qaçım ki, gedim düşdü. Görürsən, indi hər halda mən xalq artistiyəm. Neçə ilin aktörüyəm, neçə illərdir mən 50 ilə yaxında dublyajla məşğul oluram. Buna qiymət verin də, qiymət vermirsə mən niyəsə qiymət verməliyəm. Bəli, eyni ilə. Ümumiyyətlə pul nə deməkdir sizin üçün Kazım müəllim? Pul yaşamaq deməkdir, yaşamaq. Bunun olmayandan sonra mənim o qədər pulsuz vaxtlarım olub. 90-cı illər çox çətin illərdir axı. Sovet dağılmışdı, Azərbaycan hələ yaranmamışdı, müharibə bir yandan, qaçqınlar o yandan. Pul qıtlığa çəkmiş, çörək yox, o yox, bu yox. Bəli. Özü siqaret çəkən adamım, siqaretə pul olmurdu, çörək almağa pul olmurdu. Çox çətinlik çəkmişik biz. Amma baxmayaraq, bütün bu çətinliklərə baxmayaraq, yəni biz teatrdan ayrılmadıq. Teatrda işlədim, düzdür, vacib yox idi, o yox idi, bu yox idi, ancaq yenə də işlədim, bütün ömrümü qoydum ora. Amma indi bəziləri var ki, yazırlar ki, biz o vaxt indi getdik biraz ailəmizi dolandırmağa, indi niyə teatrlar bizi qəbul eləmirlər? Mən də o dəfiyyə yazılmışdı, olmadı onu biraz acı cavab verdim. Dedim, siz gedib pul qazananda biz orada qastrollarda ac-acına tamaşalar oynayırdıq. Əskərlərin qabağında çıxış edirdik, hərbi hissələrə gedirdik, ac-acına. Elə olur ki, bütün gün yemək almağa pul olmurdu, nə bizdə, nə teatrın özündə. Demək, siz gəlmişsiniz, pul yığmışsınız, maşınınız var, hər şey gəlmişsiniz, biz çıxarsınız, gəlin işləyin. Hazırın nazirisiniz. İndi bir balaca maaşlarımız qalxıb deyindik, siz gəlib, siz teatra qayıtmaq istəyirsiniz. Yox, olmayacaq elə bir şey. Çətin vaxtlarımız çox olub, çox. Nə idi, mən instruktoranda 80 manat maaş aldım. Buradan Bakıdan Sumqayıta hər gün yeyib gəlirdim. 80 manatdan telefon 70 manat yola gedirdi. Necə həyat yaşamaq istəyərdiniz? Məsələn, indi əgər düşünsək, sizin indiki həyatınızla, ümumiyyətlə xəyal etdiyiniz həyat arasında nə kimi fərq var? İndi normal yaşayıram, normaldır. Çünki böyük problemlərim yoxdur. Çünki problemlər uşaqların böyüyənə qədərdir. İnstitutda oxumaları idi. İkisi də pullu institutlarda oxuyurdular. Onları oxutdum. Ödənişli. Ödənişli.
İndi Allah'a şükür ikisində işləri də var, gücləri də var, işləyirlər də, ailələr də var. Ona görə biraz rahatam. O barədə rahatam. Əlbəttə ki, belə rahat insan gənclikdə olmaq istəyir, cavan olmaq istəyir. Bilməm, bəlkə qanunları dəyişsinlər, cavanlıqda pensiya versinlər. Qocalandı qoy istəsin ölənə qədər. Həyat da oradan da çox ağır keçib, çox çətin olub. Çünki biz biraz yaxşı dövr olmadı, keçid dövrünə düşdük. Keçid dövrü həmişə çətin olur. Mən artıq təzə-təzə başladım Azərbaycan filmdə baş rollara çəkilməyə. Hamısı dağıldı, kino dağıldı, teatr demək olar ki, dağıldı. Gör neçə illər film çəkilmədi. Sonuncu çəkildiyim film Azərbaycan filmdə Alman klinikasına qeyri-rəsmi səfər belə bir film vardı. Azərbaycan-Belarus filmi idi ki, bir yerdə çəkilmişdi o film. O film çəkildi, hazır oldu, ekrana çıxanda eseri dağıldı. Orada da KKB-dən də aşıldı deyər filmdə. Ona görə də o film heç anda getmədi, heç anda getməli qaldı. Bəlkə ondan sonra da yaxşı filmlər çəkilməli idi, artıq planlar da vardı. Rejissorlar da mənə söhbət eləmişlər, rollar da vardı artıq. Demək olar ki, təsdiq olunmuşdu hamısını, amma hamısı dağıldı, getdi. Qismət. Həmən o rejissorlar da rəhmətə getdilər, filmlər də qaldı. Allah rəhmət eləsin. Xoşa gəlməz hal nədir sizin üçün cəmiyyətdə? Xoşa gəlməyən hal odur ki, indi cəmaət çox, necə deyim? Səbirsizdir. Səbirsiz bir yana, hamısı zulu rütçədir. Agresiv. Agresiv cəmaət aqressivləşiblər. Sovet vaxtı belə deyil, Sovet vaxtı bir balaca başqa cürüdür. Mən oranı tərifləmirəm, orada yaxşı deyildi, orada da həmən vəziyyətdir. Yəni biz aktyorlar aşağı səviyyədə dolanırdıq. Amma varlı kasıb o qədər fərqlənmirdi də. Orada fərqlənmirdi, çünki hamısı hamı eyni idi. Varlı pulunu göstərə bilməzdi heç kəsə. Çünki o dəqiqə dub basırdılar ki, hardan da pul sənəcək. Ona görə də mehribançılığı daha çox idi o vaxt. Hara gedirdi, mehriban qarşılanırdı. Sovet idi, indi SNG dövlətləri yoxdur. Hansı dövlətə gedirdi, səni gülə-gülə qarşılayırdılar. İndi hara görsən, niyə gəlmişsiniz bura, niyə? Ona görə də, bilmirəm, bu insanların niyə belə oldu, birdən-birə çox dəyişdi. Cəmiyyət çox dəyişib. Əvvəl böyük vardı, kiçik vardı, indi böyük kiçik də yoxdur, o da qalmayıb. Bu sosial medialar nədir o? Facebook'dur, sonra TikTok'lardır onlar. Bunlar cəmaat çox pis görürlər. Abır-həyə qalmır, sosial platformalarda görürük. Əvvəllər utandıqlarına, artıq bir söz deyəndə utandıqlarına qızarırdı. İndi nə qızarma, nə utanmaq yox, bir şey yox, hamısı belə. İndi insanların əksəriyyətində ar hissi itib. İtib, arı yoxdur, hörmət yoxdur, böyüyə hörmət yoxdur, kiçiyə hörmət yoxdur. Avtomobiliniz varmı? Yox, mən xoşlamıram avtomobili, mənim hövsələm yoxdur. İkincisi də ki, heç cavanlıqdan xoşlamamışam, amma mənim vəsiqəm də yoxdur. Çünki o vaxt vəsiqə almaq çox asan idi, amma indi heç vəsiqə də almamışam o vaxt. Xoşlamıram. Bəs hobbiniz nədir? Mən at sürməyi xoşlayıram. Avtomobil yox. At sürməyi xoşlayırsınız. Yəni filmlərdə olur da bəzən. Filmlərdə çox istədim. Mən 70-ci illərdən at belindələr. Demək olar ki, bütün yayı keçirdim. Filmlərdə çəkilirdim. Qaşa nə deyirdi, qorxma mən səninləyəm. Sonra arxadan vurulan zərbədir. Sonra hansı filmdir? Hələ tələb olanda Nəsim idi, sonra Babəkdir, gedib onlarda işləyirdik. O vaxtdan mən atı xoşlamışam. İndi dərdən görsən, qızım yanına gələndə orada atlar çoxdur. Qızınız Türkiyədə yaşayır. Kapadokiyadadır. Kapadokiyada bəli, atlar çoxdur. Orada atlar çoxdur, gələn kimi. At ilxısı. Görürəm hərdən blogerlərin səhifələrində elə gözəl, möhtəşəm görüntüdür ki. O ilxılarla turistləri gəzdirirlər, atlarla. Hadi birini götürürəm, gəzirəm orada özüm üçün. Rahat gəzə bilirsiniz. Qızım da xoşlayır at sürməyi. İkimiz. Həyat yoldaşı Türkiyə vətəndaşıdır, türkdür.
Özlərinin də adları var deyən. Eləmi? Nə gözəl, nə gözəl. Mən sizə çox təşəkkür edirəm studiyamıza gəldiyiniz Çox üçün. sağ olun, çox sağ olun. Yəni mənim üçün çox maraqlı bir insansınız, tamaşaçılar üçün də. Həmişə səhnədə görürdüm sizi, müəyyən qədər sizinlə belə də yaxından tanış oldum. Yəni səhnə arxasında olan bir Kazım müəllimlə bir qiyabi də olsa tanış oldum. Çünki bilirəm ki, çox dərindən danışmaq istəmədiniz, amma halbuki o qədər yəni istərdim ki, danışmaq. Bilirsən, mən birinci gündən səhnəyə ayaq qoyandan belə qərara gəlmişəm ki, mən ancaq səhnə işim haqqında danışacağım. Ailə öz yerindədir, ailənin öz yeri var, işin öz yeri var. Məsələn, siz bir fəhlədən intervyu götürəndə onun ailəsinin haqqında danışmırsınız ki, onun öz haqqında danışsın. Biz də səhnə fəhlələriyik də. Bizim də işimiz budur, külək vurmaqdır səhnədə. Məndən danışın, ailənin öz yeri var, ailə qarışdırmaq xoşlamıram mən heç bir. Yaxşı ki, varsınız, hər zaman səhnədə olun. Danışsaz da, danışmasaz da sizin obrazlarınıza ehtiyacımız var. Siz özünüz bildiniz bəsdir. Bəli, mən özüm çox duyğulandım. Çox duyğulandım. Çox təşəkkür edirəm. Əziz və dəyərli izləyicilər, çox sağ olun diqqətinizə görə. Bugünlük bu qədər. Gələn həftə yenə də qarşınızda olacaq. Amma bir təşəkkürüm olacaq. Güzgü salonunda fəaliyyət göstərən stilist İlhamə xanıma çox dərin təşəkkürümü bildirirəm. Bugün məni bəzəyib, saç düzümü və makiyajımı hazırlayıb, bura studiyaya yola saldığına görə siz də ən gözəl formada insanların qarşısına çıxmaq istəyirsinizsə, tədbirlərə getmək istəyirsinizsə, mərasimlərə qatılmaq istəyirsinizsə, o zaman məncə də stilist İlhamə xanımdan yararlanın. Çox sağ olun. Gələn həftə görüşənədək.